Bugünkü mövzumuz qoyun qazandırırmı? Bu barədə olacaq. Gəlin başlayaq. Qoyun qazandırırmı sualının qısa cavabı: bəli, qazandırır. Amma bu qazanc öz-özünə gəlmir. Onun öz sirləri, çətinlikləri və diqqət tələb edilən tərəfləri var. Gəlin bu sahənin niyə gəlir olduğunu və hardan başlamaq lazım olduğunu çox sadə və aydın dildə izahını verəcəm. Qoyun niyə qazanc mənbəyidir? Qoyunu boş yerə bərəkətli heyvan adlandırmırlar. O bəsləyənə eyni anda bir neçə yoldan pul qazandıra bilir. Ət satışı. Azərbaycanda qoyun ətinə tələbat həmişə yüksəkdir. İstər quzu əti olsun, istər yetkin qoyun, bazarda hər zaman alıcısı var. Xüsusilə bayramlarda, Qurban bayramı, Novruz bayramı və toy mövsümlərində qiymətlər daha da qalxır. Artım, sürünün çoxalması. Sağlam bir qoyun ildə ən azı bir quzu verir. Doğulan quzuları böyüdüb satmaq və ya sürünü genişləndirmək sizin birbaşa təmiz qazancınız deməkdir. Əgər cins heyvanlara, məsələn, əksiz doğma ehtimalı yüksək olan və ya yerli bozaq, qala kimi dözümlü cinslərə üstünlük versəniz, bu artım daha sürətli olar. Süd və süd məhsulları. Qoyun südündən hazırlanan pendir kənd təsərrüfatı bazarlarında çox baha satılır. Xüsusilə keyfiyyətli qoyun pendirinin kilosu hər zaman dəyərlidir. Xərclər və qazanc balansı. Bu biznesdə uğur qazanmaq üçün hər şeyi əvvəlcədən hesablamaq lazımdır. Xərcləriniz və ya gəlirləriniz əsasən bu amillərdən asılı olacaq. Birincisi, qoyuna əsas xərci hesablayaq. Yem və baxım. Qoyunçuluqda ən böyük xərc yem xərcidir. Əgər sizin heyvanları otarmaq üçün geniş otlaq sahəniz varsa, xərcləriniz yarı azalacaq. Bu zaman qoyun yay və payız aylarında pulsuz otla qidalanır. Sizin xərciniz yalnız qış ayları üçün yığılan ot və arpa, qüvvətli yem olacaq. 2. Sağlamlıq və ya itkilərin qarşısının alınması. Qazancı qorumağın ən vacib yolu heyvanı xəstəlikdən qorumaqdır. Zamanında edilən peyvəndlər, qurd dərmanları və düzgün vitamin sizi böyük itkilərdən xilas edir. Çünki bir heyvanın ölməsi bir neçə aylıq zəhmətin boşa getməsi deməkdir. 3. Quzuların qorunması. Əsl qazanc quzuların sağ-salamat böyüməsindədir. Yeni doğulmuş quzulara ilk günlərdə göstərilən xüsusi qulluq, tövlənin isti və quru olması sürünün artımını təmin edir. Bu biznesdə necə qazanmaq olar? Qızıl qaydalar. Tələsməyin. Kiçik başlayın. Əgər təcrübəniz azsa, birdən-birə 100-200 baş qoyun almaq risklidir. Məsələn, 10 baş ana qoyunla başlayıb, işin texnikasını, yemləməni və xəstəliklərlə mübarizəni öyrənmək ən doğru yoldur. Təcrübə artdıqca sürünü böyütmək daha təhlükəsizdir. Doğru cins seçimi. Yaşadığınız rayonun, regionun iqliminə uyğun heyvan seçilməlidir. Bizim yerli cinslər yerli şəraitə və xəstəliklərə daha dözümlüdür. Tövlə şəraiti.
Tövlə mütləq quru və havalandırılan olmalıdır. Qoyun soyuqdan qorxmur. Amma rütubət, nəm və yeldən tez xəstələnir. Müasir dövrdə qoyunçuluq təkcə heyvanı saxlayıb bazara aparmaq deyil, həm də bu işin gedişatını, düzgün qulluq qaydalarını başqaları ilə bölüşmək, yeni bir növ təcrübə mübadiləsi aparmaqla da dəyər qazanır. İşi sistemli, elmi və diqqətli qurduqda qoyunçuluq sahibinə hər zaman halal və bərəkətli qazanc gətirən bir sahədir. Bugünlük dostlar bu qədər. Şərh bölməsində siz də öz fikirlərinizi yazmağı unutmayın. Sağ olun.